Salam uşaqlar, hər birinizi xoş gördük. Bugün biz 5-ci sinif Azərbaycan dili fənnindən sözlərdə sahitlərin yazılışı dil qaydaları ilə tanış olacağıq. Hər bir şagird üçün sözlərin düzgün yazılış və tələffüzünü öyrənmək çox vacibdir. Çünki gələcəkdə öyrənmiş olduğumuz sözləri tam və aydın şəkildə başa düşmək üçün sözlərin düzgün yazılışını və tələffüzünü bilməliyik. Biz aşağı siniflərdən sözlərdə sahitlərin yazılışı ilə və tələffüzü ilə bağlı verilmiş dil qaydaları ilə tanış olmuşuq. Bugün artıq bu qaydaları da tətbiq edərək öyrəndiklərimizi daha da təkmilləşdirəcək, yeni tapşırıq nümunələrini də tətbiq edəcək. Gəlin birinci tapşırığımıza diqqət yetirək. Birinci tapşırığımızda bizdə əvvəlki siniflərdən aldığımız bilgilərdən istifadə edərək verilmiş cədvəli izah etməyimiz tələb olunur. Cədvəlimizdə sahitlər müxtəlif formalarda təsnif olunub. Burada sahitlərin növləri qalın və incə olmaqla göstərilir. Həmçinin sahitlər dodaqlanmayan və dodaqlanan sahitlərə bölünür. Qalın sahitlərimizdə A, I, O və U sahitləri, incə sahitlərə E, Ə, İ, Ö və Ü sahitlərini aid edə bilərik. Dodaqlanan sahitlərə O və U, Ö və Ü. Dodaqlanmayan sahitlərə A, I, Ə, İ və E sahitlərini aid edə bilərik. Həmçinin dodaqlanan və dodaqlanmayan sahitlər qalın və incə olmaqla təsnif olunur. Qalın dodaqlanan sahitlərə O və U sahitlərini, qalın dodaqlanmayan sahitlərə A və I sahitlərini, incə dodaqlanan sahitlərə Ö və Ü sahitlərini, incə dodaqlanmayan sahitlərə isə Ə, İ və E sahitlərini aid edə bilərik. Kənarda kiçik bir qlosarimiz verilib. Qlosarın içərisinə nəzər yetirsək, sözlərin düzgün yazılışı Azərbaycan dilində orfoqrafik norma adlanır. İndi biz bugün orfoqrafik normaya əsasən verilmiş tapşırıq nümunələrində sözlərin düzgün yazılışı ilə tanış olacağıq. Əvvəlcə yadda saxla başlığı altında verilmiş dil qaydasına nəzər yetirək. Bizə verilmiş dil qaydasında sahitlərin tələffüz zamanı dilin, dodaqların və alt çənənin vəziyyətinə görə müxtəlif növlərə bölündüyü qeyd olunur. Məsələn, alt çənənin vəziyyətinə görə sahitlərimiz açıq və qapalı olmaqla iki yerə bölünür. Açıq sahitlərimiz hansılardır? Açıq sahitlərimizə biz A, E, Ə, O və Ö sahitlərini aid edə bilərik. Qapalı sahitlərə isə I, İ, U və Ü sahitlərini aid etmək olar. Sahitlərin ortaq xüsusiyyətləri vardır. Ortaq xüsusiyyətlər dedikdə nə başa düşürük? Ortaq xüsusiyyətlər verilmiş sahitlərin bir-biri ilə bənzəyən, eyni kateqoriyaya aid olan xüsusiyyətləri nəzərdə tutur. İndi sahitlərimizin hansı ortaq xüsusiyyətləri var? Məsələn, bizə nümunə olaraq U və Ü sahitləri verilir. U və Ü sahitlərinin hansı ortaq xüsusiyyətləri var? U və Ü sahitlərinin gəlin yuxarıda və aşağıda verilmiş qaydalara əsasən ortaq xüsusiyyətlərini müəyyən edək. Yadda saxlayın başlığı altında verilmiş qaydalara əsasən biz U və Ü sahitinin hansı ortaq xüsusiyyətini öyrəndik? Bəli, düz deyirsiniz. Biz bugün yadda saxlayın başlığı altında verilmiş qaydaya əsasən deyə bilərik ki, U və Ü sahitləri qapalı sahitlər sırasında qeyd olunmuşdur. Bu, hər iki sahitin birinci ortaq xüsusiyyəti. İkinci ortaq xüsusiyyəti olaraq nəyə qeyd edə bilərik? 5 nömrəli tapşırığın şərtində də verildiyi kimi göstərilən cədvələ əsasən, gəlin cədvələ diqqət yetirək. Bu cədvəldə diqqət yetirsək, U və Ü sahitləri dodaqlanan sahitlər başlığı altında cədvəlin növbətxanasında göstərilmişdir. Qeyd etdik ki, U və Ü sahitlərinin ortaq xüsusiyyətləri onların hər ikisinin qapalı və dodaqlanan sahitlər olmasıdır. Bəzən sahitlərin iştirak etdiyi sözlərin yazılışında mülahizə olduğu halda şagirdlər yazıda müəyyən səhvlərə yol verir və mülahizə şəklində Ü sahitinin yerinə U sahitini işlədir. Bu, Azərbaycan dilində orfoqrafik normaların pozulması deməkdir. İndi isə Ü və İ sahitlərinin ortaq xüsusiyyətlərini növbəti tapşırıq nümunəsində qeyd edək. U və Ü sahitlərinin ortaq xüsusiyyətlərinə biz aşağıdakıları qeyd edə bilərik. Qapalı sahitlərdir. Hər iki sahit qapalı sahitdir. Bəli, U və İ sahitləri qapalı sahitlərdir. Dodaqlanan sahitlərdir. Hər ikisinin ortaq xüsusiyyəti olaraq biz dodaqlanan sahitlərdir deyə bilmərik. Çünki
Ü saiti dodaqlanan sait olsa da, i saiti dodaqlanmayan saitlər cərgəsinə aiddir. Digər üçüncü bir xüsusiyyətimiz isə incə saitlərdir. Bəli, ü və i saitlərinin digər bir ortaq xüsusiyyəti hər iki saitin incə sait olmasıdır. İndi tapşırığımızın ikinci hissəsinə keçid edək. Ü yoxsa i saiti yazılmalıdır. Sizcə nöqtələrin yerinə hansı saitlər yazılmalıdır? Sizlərə bir neçə nümunə əsasında tapşırığın yazılış qaydasını göstərəcəm. Növbəti sözləri isə siz öz dəftərinizdə qeyd edə bilərsiniz. Müxbir yoxsa müxbir? Təbii ki də bu sözün düzgün yazılışı müxbir şəklində yazılır. Mühüm yoxsa mühim? Təbii ki də bu söz mühim formasında qeyd olunur. Yəni nöqtələrin yerinə i saiti qeyd olunmalıdır. Müdrik yoxsa müdrik? Bu sözün isə düzgün yazılışı müdrik formasındadır. Yəni nöqtələrin yerinə i saiti qeyd olunmalıdır. Digər sözləri isə müdür yoxsa müdir, üfüq yoxsa üfiq, ümid yoxsa ümid. Bu üç sözün düzgün yazılışını siz öz dəftərinizdə qeyd edə bilərsiniz. Sağ olun. Növbəti tapşırıq nümunəsinin izahında görüşənədək.